12-ci Bakı Qlobal Forumu artıq Gülüstan sarayında öz işinə başlayıb. And we are deeply affected by climate change. And so we look towards countries that... I visited Susha a year and a half ago, maybe 2 years ago. I had the opportunity to visit Agdam and Zangilan, and we already started the smart city. I think that Neft qaz ölkəsi olaraq yaşıl iqtisadiyyata keçidə investisiya eləyirik. Buna belə deyim, çox ciddi yanaşırıq. Dünyanın tanınmış siyasətçiləri, mütəxəssisləri, beyin mərkəzlərinin, beynəlxalq təşkilatların nümayəndələrini 12 dəfə Bakıda toplayan Qlobal Bakı Forumuna Azərbaycan prezidentinin çıxışı ilə start verildi. Dövlət başçısı ölkənin yaxın gələcəkdə yaşıl enerji ixracatçısına çevriləcəyi mesajını verdi. Today it is already fully decided that in coming years Azerbaijan's renewable energy capacity will be almost equal to its power generation from fossil fuels. Today, installed power generation capacity in Azerbaijan is 8 gigawatt. By 2030, we will have 6.5 gigawatt of additional installed energy capacity from renewables, primarily sun and wind, and also hydro, and hydro mainly in the liberated territories of Azerbaijan. So we will almost double our today's potential, and that will allow us to be exporter of not only oil and gas, but also of green energy. 12-ci Bakı Qlobal Forumu artıq Gülüstan sarayında öz işinə başlayıb. Dünya düzəninin yenidən müzakirə edildiyi tədbirdə iqlim dəyişikliyi ilə mübarizə mövzuları da yer alıb. Görəsən dünyanın tanınmış siyasətçiləri Azərbaycanın yaşıl enerji siyasətini necə qiymətləndirirlər? 2022-ci il dekabr ayının 17-sində Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi yaşıl enerji ixracının özəyini təşkil edir. Məhz bu sənədin reallaşması ölkənin enerji tarixində yeni səhifə olacaq. Nizami Gəncəvi Mərkəzinin təşkil etdiyi 12-ci Qlobal Bakı Forumunun mötəbər qonaqları Azərbaycanın Avropaya yaşıl enerji ixracı planlarını yüksək qiymətləndirirlər. First of all, Azerbaijan is very unique in that it has massive oil and gas resources, but also massive potential renewables, both wind, solar, and then hydro, some hydro as well. They really made a big difference after the invasion of Ukraine in supplying oil and gas to Europe. I think at one point it was supplying as much as 4%, which is really outstanding. The move to renewable is an existential question for the whole world. We have to move to renewables, and to generate those to the extent that Azerbaijan has a vision for. This morning, President Aliyev was talking about moving from a little over 8 gigawatts to adding an additional 6.7 gigawatts by 2030, which is almost doubling renewables. So I think Azerbaijan has the potential to be a renewable hub. And why that is so important is that the costs of renewables are staggeringly low. First of all, the example of an oil-based economy transforming into a renewable economy. This is a big challenge. It is difficult to happen, especially with countries that their income is based on oil. So first of all, the leadership example of Azerbaijan is huge. Then the ability of Azerbaijan to support any deficiency in
energy needs, provide energy security. So I'm from a small island Pacific state, and we are deeply affected by climate change. And so we look towards countries that produce oil to assist with lowering our carbon emissions. Azerbaijan's aspirations to increase their renewable energy and export it into the EU through the Caspian Sea is one example of cooperation, both regional and in the world. It's a great example of how people with resources can help us overcome the demand for power and also increase the reliance on renewable energy. It's a great example of sharing of resources, and I commend the leadership in Azerbaijan for achieving this and assisting the European Union in achieving their energy demands. Yaxın gələcəkdə Azərbaycanın yaşıl enerjisi Xəzər dənizindən Qara dənizə yönələcək. Qara dənizin dibindən xüsusi kabellər vasitəsilə növbəti mərhələdə Avropaya ixrac olunacaq. Çoxlar üçün hazırda xəyal kimi görünən bu layihənin gerçəkləşməsi ilə Azərbaycan adını tarixə həm də yaşıl enerji ixracatçısı kimi yazdıracaq. Azad olunmuş ərazilərin elektrik enerjisinin ancaq bərpa olunan enerji mənbələrindən əldə edilməsi hədəfi bütün dünya ictimaiyyəti ilə yanaşı Qlobal Bakı forumuna qatılan qonaqların da diqqət mərkəzindədir. I think this is a very smart step because as I have the opportunity to visit Agdam and Zangilan, and we already started the smart city. I think that when you plan it right from the very beginning, by using the solar energy, using the sun, and using the hydro, I think that is the best way to move forward. I visited Susha a year and a half ago, maybe 2 years ago, and the reconstruction is pretty phenomenal up there. There needs to be energy, and if the combination of those three, solar, wind, and hydro, work, that would be great. I think it's good that when Azerbaijan is rebuilding infrastructure in the liberated areas, that they create green cities, and this is a good example for future countries to follow. Ötən ilin noyabrında COP29-da Bakıda qəbul edilən tarixi qərarlar bu mötəbər tədbirə baxışı da dəyişdi. Azərbaycanın qətiyyəti sayəsində illərdir həllini gözləyən mövzular barəsində razılığa gəlinməsi COP keçmişində yeni bir iz qoydu. Dünyanın tanınmış siyasətçiləri və iqlim mütəxəssisləri 12-ci Qlobal Bakı forumunda da Azərbaycanın COP təcrübəsi ilə bağlı önəmli məqamlara diqqət çəkiblər. And specifically the COP of Azerbaijan was very successful, exactly because Azerbaijan is an economy that is trying to transform, and exactly because this was the finance conference, the finance COP, the finance conference of the Party for Climate Change. And why is that important? Because it makes it explicit to governments, to companies, to SMEs, to financial institutions, that the business case for climate mitigation and climate adaptation is here. What does it mean, the business case? It means that if you become renewable, if you use and invest in infrastructure for e-mobility, if you invest in nature-based solutions, if you invest in circular economy, all these different aspects that make the roadway to a green, sustainable economic pathway, then the cost of your COP29 was a big success. I was here for all of it. Some bold commitments and contentious debate. And I give hats off to Azerbaijan for both. Pushing to the end to get bold commitments, but also allowing that really contentious debate. I sat in on some of those debates. They were rigorous and dramatic, but in the end, we got a brand new climate fund, tripling the size from 100 billion to 300 billion, a long ways from what a lot of people think, but that was done, and a roadmap from Baku to Belém to get to a 1.3 trillion and what that looks like was also decided on. And the very complicated carbon tax system,
was putting together a carbon market, and the crediting system was achieved. Yes, at COP29, I was here. I was also as an advisor, international advisor to the COP president. And I think that when the COP29 mentioned about the enabling COP and also the finance COP, and then what I would like to see is that the finance to be trickled down to the local, to the governors, to the mayors, and to the local government, and to the people. I think that's where COP29 in Baku play a very crucial role to make sure that the funding that we have, the limited funding that we have, is really go down to the people, to the most vulnerable and the most needed. Qlobal Bakı forumunda iştirak edən COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarayi Azərbaycanın rəhbərliyində COP qərarlarının icrasının hazırda davam etdiyini bildirir. Onun sözlərinə görə iqlim dəyişikliyinə qarşı mübarizə Bakı Qlobal Forumunun gündəliyində də ön plandadır. Müzakirələrdə mötəbər qonaqların iştirakı isə bu tədbirin önəmini daha da artırır. Qeyd etmək lazımdır ki, burada olan iştirakçıların, spikerlərin və bütün qonaqların ümumiyyətlə həm təcrübəsi, həm dünya görüşü, həm gələcək vizyonu çox maraqlıdır və bilirsiniz ki, sabiq hökumət dövlət başçıları var, alimlər var, burada ekspertlər var və onlarla birlikdə artıq COP29-a bir daha nəzər salmaq çox maraqlı idi və dünənki panel diskusiyası zamanı biz həm COP29-un yekunları haqqında danışdıq, həm Azərbaycanın yaşıl iqtisadiyyata keçid baxımından apardığı iş haqqında danışdıq və mən çıxışımda da qeyd elədim, bizim çox böyük proseslərin iştirakçısı olaraq qatılmışıq buna. Bildiyiniz kimi bizdə həm Qarabağda yaşıl enerji zonaları artıq elan olunubdur. Baxmayaraq ki, biz neft və qaz ölkəsi olaraq tanınırıq və buna görə bəzi ölkələr bizi hətta qınayırdılar, amma əslində bu onun göstəricisidir ki, Azərbaycan öz nümunəsini yayır ki, biz neft-qaz ölkəsi olaraq yaşıl iqtisadiyyata keçidə investisiya eləyirik. Buna belə deyim, çox ciddi yanaşırıq və bununla bağlı bizim çoxsaylı layihələrimiz var. Həm bizim güclü potensialımız var, günəş enerjisi, külək enerjisi ilə bağlı, bununla bağlı artıq tərəfdaşlarla işləyirik. Azərbaycanın yaşıl enerji hədəfləri qısa zamanda bu sahədə ölkəni lider mövqelərindən birinə yüksəldəcək. Azərbaycanın gələcəyə baxışı kimi ortaya çıxan yaşıl enerji koridorları prosesin şah damarları hesab edilir. Həm beynəlxalq səviyyədə Azərbaycan həm yaşıl enerji ixracatçısına çevrilə bilir və bunu eləyir və digər tərəfdən tranzit ölkə olaraq bilirsiniz ki, bizim iki layihəmiz var. Bu həm Azərbaycan, Qazaxıstan, Özbəkistan yaşıl kabeli, həm digər bir layihə var ki, bu deməli Rumıniya, Macarıstan, Gürcüstan, Azərbaycan. Yəni bu onun göstəricisidir ki, biz burada regional bir lider roluna çevrilməyi potensialımız var və bunu eləyirik. Və ona görə biz bu qlobal forumun iştirakçıları ilə birgə yenidən COP29-a nəzər salmaq, yenidən bu proseslərin içində olmaq çox maraqlı idi və təbii ki, əsas müzakirələrdən biri həmçinin ölkələrin öz üzərlərinə götürdükləri öhdəliklər idi. Yəni NDC deyirlər buna, yəni öhdəliklər ki, bu yaşıl iqtisadiyyata keçidlə bağlı və emissiyaların azaldılması ilə bağlı ölkələr nəyi planlaşdırır? Azərbaycanın təşəbbüsü ilə ortaya çıxan yaşıl enerji koridorlarına Asiyadakı Türk dövlətlərinin qoşulması onun təsir dairəsini daha da genişləndirə bilər. Onların bu birleşmeden çok büyük yararlar olacağına inanıyorum. Çok büyük bir güç ortaya çıkacaktır. Doğal kaynaklarla, zenginliklerle çok büyük bir yarar olacağına inanıyorum. Türkistan'dan da Orta Asya'daki kardeş can ve kardeş cumhuriyetlerin de biliyorsunuz Çin'e hidrokarbon sattıkları vaka ama çeşitlendirir. Özellikle Kazakistan ve Türkmenistan şu an bunun parçası olmak istiyor. Özbekistan'ın da dediğiniz gibi katılmasını bekliyorum. O durumda dünyanın farklı noktalarına önce Azerbaycan sonra da Türkiye üzerinden inşallah bu barış işi de bittiğinde belki bundan batıdaki komşularımız da Ermenistan'da bundan istifade ederler. Dünyanın farklı noktalarına hidrokarbon kaynaklarının gönderilmesi açısından gerek arz gerek satın alan ülkeleri için, tüketici ülkeler için enerji güvenliğine arttırır. Bu da fiyatların uzun vadede düşmesine ve hem üretici ülkelerin Azerbaycan gibi daha fazla kaynak kazanmalarını sağlar. Ancak küresel düzeyde de özellikle hidrokarbona olan talebi stabilize eder.
ve insanlık özellikle işte bu post karbon dedikleri süreci çok daha akılcı bir şekilde yürütebilirler. Bu noktada da işte hidrokarbondan da insanlık istifade etmeye devam edebilir. Şərqlə Qərbin körpüsü hesab edilən Azərbaycan ənənəvi enerji ilə yaşıl enerji arasında da birləşdirici rolu oynamağı bacardı. Unikal yanaşması ilə seçilən Azərbaycanın təşəbbüskarları olduğu layihələr isə təkcə regionun deyil, dünyanın inkişafında özünə məxsus iz qoyur. Ukrayna böhranından yaxın şərqdəki hadisələrə qədər bir çox məsələnin müzakirə olunduğu forumda iqlim dəyişikliyi ilə mübarizə mövzusu da gündəmdə idi. Bu isə onu göstərir ki, Qlobal Bakı forumu təkcə dünyanın nəbzini tutmur, eyni zamanda planetin gündəliyini formalaşdıran platforma rolunu oynayır.